Hürmetiniz xeyir, hürmetli izleyiciler, əziz abituriyentlər. Bu günləri yenidən Tarix Asan İzahata kanalında blok imtahanının tarix suallarını müzakirə edirik. Tarix 5 iyul 2026-cı il və biz şans imtahanının tarix suallarını, 3-cü qrup tarix suallarını müzakirə edəcəyik. Videoya keçməmişdən qabaq onu bildirmək istəyirəm ki, əgər belə videoların davamının gəlməyini istəyirsinizsə kanala abunə olun və növbəti ilin abituriyentləri üçün onu demək istəyirəm ki, bu PDF mənim Telegram kanalımda yerləşdirilmişdir. Əvvəlcə açıqlama qismindən Telegram kanalına daxil olaraq bu PDF-i işləyin. Daha sonra gəlib burada cavablarını yoxlaya bilərsiniz. Beləliklə başladıq. 31-ci sual. Xəritədə göstərilmiş komendant idarə üsulu dövrünə aid əyalətlərin ümumi cəhətlərini düzgün verildiyi bəndi müəyyən edin. Burada deməli, xəritəmizdə 1. Lənkəran əyaləti 1826-da yaranıb. 2. Qarabağ əyaləti, yəni Şuşa əyaləti bu 1822-ci ildə yaranıb. 3. Şəki əyalətidir, 1819-da yaranıb. 4. Şamaxı əyalətidir. Bu da deməli 1820-ci ildə yaranıb. Gəlin baxaq variantlara. 1-3 deyir, yəni Lənkəran və Şəki əyalətlərin burada bizdən soruşur. Deyir, ərazisində Çar Rusiyasının müstəmləkə siyasətinə qarşı üsyan baş vermişdir. Komendant idarə üsulu biz götürsək ki, məsələn 1819-dan ta ki 1840-cı ilə qədər olub, o zaman biz bu variantı gərək düzgün götürək, çünki Lənkəran və Şəki əyalətlərində, Lənkəran əyalətində 1831, Şəki əyalətində isə 1830-cu ildə Çar Rusiyasının, üzr istəyirəm, Şəki əyalətində 1838-ci ildə Çar Rusiyasının müstəmləkə siyasətinə qarşı üsyan baş vermişdir. Yəni 30-cu illərdə hər ikisində üsyan baş verib. Bir doğrudur. 2-yə baxıram, 1-2, yəni Lənkəran və Şuşa əyaləti 19-cu əsrin 20-ci illərində təşkil edilib. Bəli, Lənkəran bayaqlara dediyim kimi 1826-da, Şuşa isə 1822-ci ildə təşkil edilmişdir. Deməli, bu variantımız da doğrudur. Burada 1-2 C bəndini götürürük. 3-ə baxdıqda 3-4 burada Şəki və Şamaxın deyir ki, kürəkçay müqaviləsi imzalayıb. Ümumiyyətlə heç bunların heç biri komendant, yəni belə deyək də, Şəki imzalayıb imzalamağını, amma Şamaxı imzalamayıb, yəni bu düzgün cavab deyil. 2 ilə 4, yəni Şuşa və Şamaxı müəyyən müddət Dərbənd quberniyasının tərkibinə daxil olmuşdur. Dərbənd quberniyası olan vaxt, əvvəla heç Dərbənd quberniyasının tərkibinə heç vaxt daxil olmayıblar. İkincisi də Dərbənd quberniyası olan vaxtı heç burada komendant idarə üsulu olmayıb. Ona görə düzgün cavabımız C bəndidir. Gəldik digərinə, 32-ci sual. Dövlətlərin ümumi cəhətlərinin doğru verildiyi sıraları müəyyən edin. Deməli, Albaniyadır, Avropa Hun dövləti, Göytürk, Uyğur, Ərəb. Baxırıq. CD, yəni Göytürk və Uyğur. Çin üzərinə uğurlu hərbi yürüşlər edilib. Bu bilirik ki, doğrudur. Birinci Göytürk dövləti də, Uyğur dövləti də, ikisi də Çin üzərinə uğurlu yürüşlər edibdir. Biri biz götürürük. 2-yə baxırıq. 2-də Albaniya, Avropa Hun və birinci Göytürk. Bizans dövləti ilə diplomatik münasibətlər qurmaları. Bəli, əgər hər hansısa müqavilə bağlayıblarsa, hər hansısa bunlar arasında danışıqlar olursa, bunun özü ilə diplomatik münasibətlər demək olur. Deməli, 2-ni də biz burada doğru götürürük. Baxırıq digər varianta. BC variantı, BC-dir də burada, bəli. Yəni, Avropa Hun dövləti və birinci Göytürk dövləti aşına nəslinə olan hökmdarlar tərəfindən idarə edilmələri bu səhvdir. Çünki Avropa Hun dövlətini aşına nəslinə olan hökmdar idarə eləməyib. Bunu biz buradan çıxdıq. Aşına nəsli birinci Göytürk və Xəzərlərə aid edilir. Sonra Sasanilərə qarşı aparılan müharibədə qalib gəlmələri. BCY, yəni Avropa Hun aparıb, birinci Göytürk aparıb. Bir dəqiqə. Avropa Hun aparmayıb, çox üzr istəyirəm, Axun aparıb. Axun aparıb, Avropa Hun aparmayıb. Yəni birinci Göytürk aparıb, Ərəb xilafəti aparıb, lakin Avropa Hun aparmayıb, Axun aparıb. Bunu səhv salmayaq. Biz deyirik ki, Attilanın axırıncı səfəri Sasanilərə olmalıydı, lakin bu baş tutmadı. Ona görə də burada doğru cavab 1-2-dir. Y bəndi. Axırıncı variant da səhvdir, çünki Albaniya və Uyğur dövlətləri eyni əsrdə süqut etməyiblər. Albaniya 8-ci əsr, Uyğur 9-cu əsrdə süqut edib. 842-ci ildə. Ona görə ən düzgün cavabımız burada Y-dir. Keçdik növbəti varianta. Növbəti variant 33-cü, daha doğrusu 33-cü testə keçirik. Eyler-Venn diaqramı. Şah Təhmasib, Şah Məmməd Xudabəndə burada 1 olmalıydı. Şah Məmməd Xudabəndə, Şah Təhmasib
və bunların hər ikisinin oxşar cəhətini eləyir. Venn diaqramında müqayisəsini bizdən soruşur. Paytaxtın yeni şəhərə köçürülməsi. Deməli, Təhmasibin dövründə köçürülüb. Bir A-nı götürürük. Bir A-dırsa dərhal bir A olmayan variantları biz buradan atırıq. Bir A olmayan deməli 2 variantımız vardı. Bunları atdıq. Osmanlı dövləti ilə müharibə aparılması. Osmanlı dövləti ilə müharibəni deməli hər ikisi aparıb. Deməli burada 3-ə gedəcək bu. Bir A-dan sonra ortaq cəhət 3B olmalıdır. Bu iki variantımız da 3B-dir. Biz bunu da buradan çıxdıq. İndi baxıram. Osmanlı dövləti ilə sülh müqaviləsi imzalanması. Bu Təhmasibə aiddir. Çünki 1555-də Təhmasib sülh müqaviləsini imzalamışdı. Məhəmməd Xudavəndi dövründə heç bir sülh müqaviləsi imzalanmayıb. Bir AC oldu. 2-də zaten D var. Molla Həsən döyüşü 1578 bu Məhəmməd Xudavəndiyə aiddir. Və Səfəvi sülaləsinə mənsub olması. Bunu təkcə Məhəmməd Xudavəndiyə götürüb. Bu isə səhvdir. Bu hər ikisinə aid olmalıdır. Beləliklə çıxdaş eləməklə biz cavabı tapırıq ki, Y variantıdır. 1AC, 2D, 3BY. Elə BY-ni tapmaqla da cavabı əslində tapmaq mümkün idi. Sadəcə mən daha ətraflı izah eləmək istədim. 34-cü suala keçirik. Frank imperatoru Böyük Karlın qələbəsi ilə bitmişdir. Fatihə döyüşü. Böyük Karl orada iştirak eləməyib. Heç imperiya dövrü də onda deyildi. Kordova dövləti ilə müharibə aparmışdır. Frank hökmdarı Böyük Karl. Bu doğrudur. Bu doğrudur. Səhv deyil. Amma o bir variantlara da gəlin baxaq. Frank dövlətinin ilk qanunlar toplusunu Xlodvig yaradıb. Bu səhvdir. İtaliyanı tamamilə Frank dövlətinin tərkibinə qatmışdır imperator Karl Martel. Yəni Karl Martel imperator olmayıb. İkincisi də Frank dövləti İtaliyanın yalnız şimal hissəsini öz tərkibinə qata bilib. Frank kralı Xlodvig Roma imperiyasına qalib gəlmişdi. Suason döyüşündə imperiya yox. Roma canişinlərinə qalib gəlmişdi. Canişinlərinə qalib gəlib. Yəni bu Qalliyadakı Roma canişininə qalib gəlib. Ona görə də bəli, cavabımız burada B-dir. Çünki Kordova dövləti ilə Frank hökmdarı Böyük Karl mübarizə aparıb. 35. Fransada 3-cü Respublikanın mövcud olduğu illərdə Almaniyada. Yəni söhbət burada gedir. 3-cü Respublika 1871-dən 1940-cı ilə qədər mövcud olub. Bu illərdə Almaniyada monarxiya devrildi. Bəli, elə cavab burada A-dır. Müqəddəs Roma İmperiyasına 1806-da son qoyulub. Şimali Alman İttifaqı 1867. Konrad Adenauer ilk dəfə kansler, daha doğrusu bu 66-dır. Konrad Adenauer ilk dəfə kansler seçildi. Bu, deməli, 1949. Sadova döyüşü də 1866. Ona görə cavabımız burada nə olur? A bəndi olur. Monarxiyanın devrilməsi 1918-ci ilin 9 noyabr üsyanının nəticəsində monarxiya devrilir və Almaniya Respublika elan olunur. Bu da 3-cü Respublika dövrünə düşür. 36-cı sual. Doğru hadisə nəticə əlaqəsini müəyyən edin. Qaraqoyunların Sərdərud döyüşündə Teymuriləri məğlub etməsi Teymurilərin Azərbaycan torpaqlarındakı hakimiyyətinə son qoyuldu. Bəli, cavab elə budur. Çünki 1408-ci ildə Sərdərud döyüşündə Qaraqoyunlular Teymuriləri məğlub edir və nəticədə Teymurilərin Azərbaycandakı hakimiyyətinə tamamilə son qoyulur. B-yə baxsaq, Osmanlıların Konstantinopol tutması Ağqoyunlu dövləti Qara dənizə çıxışını itirdi. Əvvəla dövlət deyildi həmin dövrdə, dövlət kimi götürmürlər. İkincisi də Trabzonu tutması nəticəsində Qara dənizə çıxışını itirmişdi. C bəndi Şirvanşah 1-ci İbrahim Qızıl Ordu xanı Toxtamışla ittifaq bağlaması nəticəsində bu səhvdir, elə kökündən səhvdir. Çünki İbrahim Toxtamışla yox, Əmir Teymurla ittifaq bağlayıb. Bu səhvdir. Uzun Həsənin Venesiya ilə hərbi ittifaq bağlaması nəticədə Otlubeli döyüşündə Bayandurlu qoşunu qalib gəldi. Bu da səhvdir. Çünki Otlubeli döyüşündə Bayandurlular uduzublar. Cahanşahın Herat tutması nəticəsində Teymuri dövləti süqut etdi. Bu da səhvdir. Teymurilərə 16-cı əsrin əvvəllərində Şeybanilər son qoyublar. Bu da səhvdir. 20-ci, deməli burada cavab oldu A. 37-ci sual. 20-ci əsrin əvvəlləri Şimali və Cənubi Azərbaycan mədəniyyət tarixinə aid ümumi cəhət. Bu toplu sualdır. Topluda belə sual var. A bəndi Azərbaycan türkçəsində qəzet və jurnalların çap edilməsi. Bəli, 20-ci əsrin əvvəllərində Şimali Azərbaycanda, məsələn, Həyat, İrşad, Molla Nəsrəddin bu tipdə qəzetlər çıxarılırdısa, Cənubi Azərbaycanda Əlqulu Qəmküsarın redaktorluğu ilə Azərbaycan satirik jurnalı çıxarılırdı. Və deməli, bu ən düzgün cavab burada A-dır. İlk ibtidai kənd məktəbi bu, Şimali Azərbaycanda 19-cu əsrə aiddir, 1874-cü ildə. İlk Rus-Azərbaycan məktəbi, bu da təbii ki, Şimali Azərbaycanda 19-cu əsrə aiddir. İlk Üsul-ü Cədid məktəbi hər ikisində 19-cu əsrə aiddir. Milli teatrda Şimali Azərbaycanda 19-cu əsrə aiddir. Yəni, ən düzgün cavab burada A-dır.
Niyə ən düzgün cavab deyirəm? Çünki testlərdə heç vaxt bir mənalı düzü axtarmayın. Ola bilər sizin məntiqinizlə düz olan sual müəlliflərinin məntiqi ilə səhv ola bilər. Siz də variantlar arasından seçim eləməklə düzü müəyyən eləməyə çalışmalısınız. Yeri gəlmişkən, avqust ayından bizdə abituriyent hazırlığı üzrə dərslər başlayır. Kimlər ki yazılmaq istəyir, həm onlayn, həm də əyani qruplarımız var və ilk ay avqust ayının dərsləri demək olar ki, pulsuz olacaq. Qatılıb sınaq dərslərində dərslərimizdən faydalana bilərsiniz. 38-ci sual. Birinci Qarabağ müharibəsi ilə İkinci Qarabağ müharibəsinin oxşar cəhəti nədir? Azərbaycan ərazi bütövlüyünü təmin etdi. Bu İkinci Qarabağ müharibəsinə qismən aid eləmək olar. Əslində İkinci Qarabağ müharibəsi də tam Azərbaycan ərazi bütövlüyünü qismən tam ərazi bütövlüyünü təmin etməmişdi. Qismən təmin etmişdi. Birinci Qarabağ müharibəsində isə əksinə ərazi bütövlüyümüz pozulmuşdu. Rusiyanın vasitəçiliyi ilə hərbi əməliyyatlar dayandırıldı. Dayandırılması bu doğrudur. Çünki Birinci Qarabağ müharibəsi Bişkek protokolu Rusiyanın vasitəçiliyi ilə olmuşdu. İkinci Qarabağ müharibəsində üç tərəfli bəyanat bu Rusiyanın vasitəçiliyi ilə olmuşdu. Deməli, ikini biz götürürük. Azərbaycanın yerli istehsalı olan PUA-lardan istifadə bu Birinci Qarabağ müharibəsi dövründə yox idi. İkinci Qarabağ müharibəsi dövründə vardı. Füzuli və Cəbrayıl rayonları arasında hərbi əməliyyatlar aparılırdı. Füzuli və Cəbrayıl rayonları arasında bəli, həm birinci, həm ikinci Qarabağ müharibəsi illərində əməliyyatlar aparılıb. 1-4 B bəndi. 39. Makedoniyalı İskəndərin hakimiyyət dövrü üçün xarakterik deyil. Hakimiyyət dövrü deyirsə, biz bunu 336-dan sonranı götürürük. Yunan şəhər dövlətlərinin azadlığına son qoyulması bu aid deyil. Yəni, bizə lazımdır aid olmayanlar 336-ya qədərki dövr. Yəni, biz burada 1-i götürürük. Makedoniya dövlətinin imperiyaya çevrilməsi bu təbii ki 10 dövrünə aiddir. 1 olmayanları biz buradan çıxmalıydıq zaten. Onda 2-ni də çıxırıq. 3-ə baxırıq. Əhəməni dövlətinin süquta uğradılması. Bu da onun dövrünə aiddir. 330-da o son qoyub. Atropatena dövlətinə hərbi yürüşdü. Onun dövründə Atropatena dövləti yox idi. Müqavimətə baxmayaraq bütün Hindistanın tutulması, bütün Hindistan da onun dövründə tutulmayıb. Cavab burada A-dır. 40. Uyğunluğu müəyyən edin. Deməli, burada uyğunluq bizdən soruşur. Sasani imperiyası ərəb xilafəti. Xostak. Xostak Sasani imperiyası dövründə olub. Uc Səlcuqlar dövründə olub. Qazı da ki, ərəb xilafət dövründən var. Deməli, 1A. 1A-dırsa da 2-yə baxıram burada. Ərəb xilafətinin tərkibində olduğu dövrdə cizyə olub və amil vəzifəsi olub. Satrap isə bu Əhəməni dövründən olub. Deməli, C bəndi burada düzgün variantdır. 40-cı sual C bəndi. 41-ci suala gəlirik. 2-ci Irakli və Qarabağ xanı İbrahim Xəlil xanın Gəncə xanlığına hücumun nəticəsində nə baş verdi? Şahverdi xan Ziyadoğlu hakimiyyətə gətirildi. Xeyr, bu səhvdir. Gəncə xanlığı Qazax və Borçalıya olan iddialarından bir dəfəlik əl çəkdi. Bu da səhvdir. Gəncə xanlığı iki hakimiyyətli yarandı. Bəli, düzgün cavab burada C bəndidir. Vaxt itirmədən keçirəm 42-ci suala. Qazan və Əştərxan xanlıqlarının tarixinə aid oxşarlıq. Nədir oxşarlıq? Böyük Monqol dövlətinin qoşunlarının hücumlarına məruz qaldılar. Böyük Monqol dövlətinin qoşunlarının hücumlarına deməli, bu Qazan və Əştərxan məruz qala bilməz. Çünki bu dövrdə yox idi bu dövlət. Teymurilər dövlətinə asılı düşdülər. Bu da səhvdir. 15-ci əsrdə Rusiyanın asılılığından azad oldular. Bu da səhvdir. Cavab burada deyildi. Qızıl Ordu dövlətinin parçalanması nəticəsində meydana gəldilər. 15-ci əsrdə meydana gəldikləri üçün də 13-cü əsrdə meydana gəldilər ifadəsi səhvdir. Gəlirik, deməli, 43-cü suala. 14-cü əsrin birinci yarısına aid olanları müəyyən edin. Biraz bu yaxşı düşməyib. Şirvanşahlar dövlətində Dərbəndlər sülaləsinin hakimiyyətə gəlməsi. Bu 14-cü əsrin birinci yox, ikinci yarısındadır. Deməli, 1 olanları biz buradan çıxırıq. Avtomatik 2 ilə 5-ə heç baxmamıza ehtiyac qalmadı. 3-ə baxıram. Avropada 100 illik müharibənin başa çatması. Birinci yarısında deyildi. İkinci yarısında idi. Amma ilk dəfə baş ştatların çağırılması bu nədir? Birinci yarısında idi. Deməli, beləliklə cavabımız oldu. Osmanlı dövlətinin yaranması 1302. Fransada İlk dəfə 100 illik müharibə 15-ci əsr 1453, bu düşmədi. Fransada ilk dəfə baş ştatların çağırılması 1302. Kresi döyüşündə fransızların ingilislərə məğlub olması
Bu da 1346. Deməli 2 e, deməli 4 5 cavab B bəndidir burada. Bir daha təkrar edirəm. 1 1382-ci ilə aid oldu. Bu birinci yarısı yox, ikinci yarısıdır. Yüzülük müharibə 1453-dədir, 15-ci əsrdir. Ona görə də bunları çıxanda elə 2-4-5 qalır. Osmanlı dövləti 1302, ilk dəfə başladılar. O da 1302, Kresi döyüşü 1346. B bəndi. 43-cü sualda B bəndi düzgün cavabdır. Keçdik indi digərinə. 44, 1955-67-ci illər arasındakı dövrə aid ifadələri müəyyən edin. Böyük sıçrayış bu Çində idi. Mao Zedonun eksperimentlərindən biri idi. 1958-ci ildə elan olmuşdu. Deməli, biri biz götürməliyik. 1-3 ya da 1-5. Falkland böhranı 1982-dir. Avropa İqtisadi Birliyi 1957-dir. Deməli, o düşür bu dövrə. O bu dövrə düşür. Deməli, cavabımız elə D bəndidir. Niyə görə Körfəz müharibəsi ola bilməz? Çünki o 1991-ci ilə aiddir. Uşaqlar, çox rahat da suallardır. Mənə elə gəlir ki, bu sualları çox rahat da yaza bilərdiniz. İndi növbəti suala baxaq. 45. Mehranilər sülaləsinin Albaniyada hakimiyyətdə olduğu dövrə aiddir. Hakimiyyətdə olduğu dövrə aiddir. Babəkin Xürrəmlər hərəkatına rəhbərlik etməyə başlaması bu səhvdir. Çünki Mehranilər 630-dan 705-ə qədər hakimiyyətdə oldular. Babək isə 816-dan başlayaraq Xürrəmlərin rəhbərliyinə keçib. Deməli, Maniçilik təlimi 3-cü əsrdən yayılmağa başlayıb. Bu da səhvdir. Amid döyüşü. Amid döyüşü baş verib 359-cu ildə. Bu da Mehranilərin dövrünə düşmür. Arşakilərə düşür. Ərəblərə qarşı Azərbaycanın cənubunda üsyanın baş verməsi. Ərəblərə qarşı Azərbaycanın cənubunda üsyan, bəli, bu olub. 643-cü ildə ərəblərə qarşı üsyan baş verib Azərbaycanın cənubunda, Ərdəbildə və o Osmanın göndərdiyi qoşunlar tərəfindən yatırılıb. 3-cü Mömin Vaçaqan da Mehranilərdən deyil, Arşakilərdəndir. Ona görə burada cavab D bəndidir. Keçdik 46-ya. Şimali Azərbaycanın 19-cu əsrin 50-ci və 70-ci illər tarixi. Deməli, baxın, burada 1850-dən 59-a qədər və 1870-dən 1879-a qədərki hadisələri sizdən soruşur. Baxırıq. Qafqaz canişinliyinin tərkibində olması. Qafqaz canişinliyi 44-dən 83-cü ilə qədər olub. Bəli, biri biz götürməliyik. O zaman ya 2-dir, ya 3-dür, ya 4. Yeni quberniyaların yaranması. Baxın. 50-ci illərdə yaranıb yeni quberniya. Amma 70-ci illərdə yeni quberniya yaranmayıb. Çünki quberniyalar 46-cı ildə Tiflis, Kutaisi, Şamaxı, Dərbənd. 59-da Şamaxının mərkəzi Bakıya köçür. Bakı quberniyası yaranır. 60-da Dərbənd ləğv olunur. 68-də isə 49-da unutduq onu demək, İrəvan quberniyası yaranır. Və 68-ci ildə də Yezayetbol yaranır. Gördüyünüz kimi yeni quberniya yaranması burada yoxdur. Amma 70-dən 79-cu ilə qədərki dövrdə kəndlərdən hərbi verginin alınması, bu da səhvdir. Çünki hərbi vergi 87-dir. Neft emal edən zavodların tikilməsi, bəli, bu doğrudur. Çünki 70-ci illərdə neft emal edən zavodlar tikilib. Ona görə cavabımız burada B bəndi oldu. 1-4. 47. Yeni sülalə və dövlətin əsasını qoydu. 1160-cı ildən etibarən Böyük Atabəy adlandırıldı. Bu, Eldənizlərə aiddir. Söhbət Şəmsəddin Eldənizdən gedir. İkincisi, 1186-cı ildə hakimiyyətə gəldi, Həmədan döyüşündə qələbə qazandı. Bundan artıq biz bilirik ki, söhbət Qızıl Arslandan gedir. 1 və 2, ikinci abzasda haqqında bəhs edilən hökmdarların ümumi cəhətləri. Şirvanşahların tabe edilməsi. Şirvanşahlar hər ikisinə tabe edilib. Deməli, biz 1 olan variantlara baxırıq. 2-yə baxacaq. Sultan titulunu isə yalnız Qızıl Arslan daşıyıb. Vəssalam, cavabımız burada A-dır. Dəbil əmirliyinin dövlətə birləşdirilməsi heç birinə aid deyil. Monqol qoşunları, bu da yalnız Özbəyə aiddir. Heç birinə aid deyil. Burada cavab oldu A bəndi. A bəndi, yəni yalnız 1 bizim doğru cavabımızdır. Keçirik növbətiyə. Deməli, 48-ci sual. 10-cu əsrin ikinci yarısında Azərbaycanda meydana gələn müstəqil dövlətin müstəqil feodal dövlətlərdən biri idi, paytaxtı Gəncə şəhəridir. Buradan artıq biz bildik ki, bu Şəddadilər dövləti haqqında danışır. Deyir, mətnində bəhs olunan dövlətdən fərqli olaraq Salarilər dövləti 11-ci əsrdə xeyr, Salarilər 10-cu əsrdə süqut edib. Gürcülərə qarşı mübarizə hər ikisi aparıb. Deməli, 3 və 4 ola bilər. Azərbaycan torpaqlarını vahid dövlətə birləşdirib Salarilər. Azərbaycanın cənubunda meydana gəlib, o da Salarilər. Deməli, burada cavab 3 və 4-dür. B bəndi düzgündür 48-də. Sonra 49-a gəlirik. Azərbaycan Respublikası, Respublika. 20-ci əsrin 90-cı illərin əvvəlləri, yəni
Naxçıvan Muxtar Sovet Sosialist Respublikası adından Sovet Sosialist sözünün götürülməsi bu 1990-cı ildə baş verib. Bu Azərbaycan Respublikası dövrünə düşmür. Bir də sizə xatırladım ki, Azərbaycan Respublikası 1991-ci ilin 5 fevralından bu günə qədər adlanır. Onun için ikinci Respublikada var, üçüncü Respublikada var. Deməli, bir ola bilməz əslində. 20-ci yüzilliyin ilk 10 illiyi bütün çadır şəhərciklərinin ləğv edilməsi, bəli, bu doğru cavabdır. 21-ci yüzilliyin 10-cu illəri Qarabağ Dirçəliş Fondu xeyr, bu 2021-ci ilin yanvarındadır. 21-ci yüzilliyin 20-ci illəri Şuşa şəhərində Dünya Azərbaycanlıların 5-ci qurultayı. Bəli, bu da düzgündür. Çünki 2022-ci ildə Zəfər qurultayı keçirilib. Cavab burada Y bəndidir. Uşaqlar, elə mənim sizə bu yaxınlarda videolarım olmuşdu, paylaşmışdım, tövsiyələrim olmuşdu ki, hansı mövzuları oxuyun, oralardan düşəcək. Və gördüyünüz kimi elə mənim dediyim mövzular ətrafında da suallar düşüb. Yəni o mövzuları kimsə gedib mənim tövsiyəmdən sonra oxusaydı, elə buradan rahat bir 15-16 dənə, ən minimum heç oxumayan adam 15-16 dənə yaza bilərdi, rahat. Səbəb nəticə əlaqələrinin doğru verildiyi bəndi müəyyən edin. Səbəb, Hindistana gedən dəniz yolunun kəşf edilməsi nəticədə Volqa-Xəzər ticarət yolunun əhəmiyyətini itirdi. Xeyr, əksinə, İpək yolu əhəmiyyətini itirdi. Səbəb, Stepan Razinin quldur dəstələrinin Dərbənddən Gilana qədər Sahibolu yaşayış məntəqələrini qalət etməsi, nəticə səbəb və Rusiya dövləti arasında hərbi münaqişə. Xeyr, bu ondan qabaq olmuşdur. Səbəb, Şimali Qafqazda Rusiyanın qalalar inşa etməyə başlaması, nəticə Rusiya dövləti bütün Xəzər torpaqlarını işğal etdi, bu da səhvdir. Səbəb, İpək yolunun əhəmiyyətini itirməsi, nəticə Səfəv dövlətində iqtisadi tənəzzül. Bəli, bu düzgündür. D bəndi düzgündür. D düzgündür. 51. Şimali Azərbaycanın 20-ci əsrin əvvəlləri tarixinə aid doğru hadisə və nəticə əlaqələrini müəyyən edin. 20-ci əsrin əvvəlləri təxminən 1901-dən 1900 deyək ki, 15-ə qədər, 20-yə qədər ki dövr. Bax, o 20-ci əsrin əvvəlləri belə götürülür. Dünya iqtisadi böhranının baş verməsi nəticədə neft sənayesində təmərküzləşmə sürətləndi. Bəli, bir düzdür. Bir düzdür. 3-ə baxıram, çünki 2-yə baxmağın mənası yoxdur. Həm də insar birliklərinin ilk dəfə yaranması 19-cu əsrə aiddir. 1903-cü il əsasnaməsinin qəbul olması dövlət kəndliləri arasında təbəqələşmə güclənir. Bu da doğrudur. D bəndi düzgün cavabımızdır. 12-13-cü illər islahatı isə dövlət kəndlərinə aid edilmədiyi üçün 4-cü variantımız səhvdir. Deməli, burada cavab D bəndi olur. Keçdik növbətiyə. 52. Eradan əvvəl 1-ci əsrdə Romaya qarşı Parfiya ilə müttəfiq olan dövlətin paytaxtını müəyyən edin. Bu, Atropatena dövlətidir. Bunun da paytaxtı Urmiya gölündən aşağı sağda. Bax, bu 2 olan ərazidə. B bəndi. Sonra gəldik 53-ə. Azərbaycanda erkən Tunc dövrünə aid olan xarakterik xüsusiyyətləri müəyyən edin. 1. Dulçuluq və toxuculuq kimi sənət sahələrinin yaranması. Bu, təbii ki, Neolit dövrüdür. Erkən Tunca aid ola bilməz. Dini ayinlərin icrası üçün ibadətgahların tikilməsi. İbadətgahlar bəli, erkən Tunc dövründədir. 2-ni düz götürürük. Əhalinin dağətəyi və dağlıq zonada məskən salması. Bu da düzgün cavabdır. Deməli, 3-ü də düzgün götürürük. 2, 3. Metaldan ilk alətlər Eneolit dövründədir. Şumlama zamanı qoşqa emalarından istifadə. Bu da düzgün cavabdır. 2, 3, 5. Cavabımız burada 2, 3, 5 olur. Dini ayinlər, dağətəyi, dağlıq, bir də şumlama zamanı qoşqa emalarından istifadə edilməsi. Bu düzgün cavabdır. Heydər Əliyevin Azərbaycan SSR rəhbərliyi dövründə həyata keçirilmiş sosial-iqtisadi tədbirlərə aid deyil. Yəni, Heydər Əliyev neçənci illərdə rəhbərlik edib Azərbaycana? 1969-1982-ci illərdə Azərbaycan SSR-yə rəhbərlik edib. Burada diqqət edin, Azərbaycan SSR deyir, ha. Azərbaycan desəydi, həm 69-82, həm də 93-dən 2003-ə qədərki dövrü götürməli idi. Özdə bizdən sosial-iqtisadi tədbirlər olmasın. Yəni, elə bir şey soruşur ki, sosial-iqtisadi tədbir olmasın. Bakı metrosunun ilk 6 stansiyası, bu onun dövründə yox, Vəli Axundovun dövründə idi. Məişət kondisionerləri zavodu, yəni Heydər Əliyevin dövründədir, bu sosial-iqtisadi tədbirdir. Kolxozçulara pasport verilməyə başlanması, bu İmam Mustafayevin dövründədir. Deməli, 1 ilə 3-dür. Ağdam-Xankəndi dəmir yolu isə bu Heydər Əliyevin dövründə düşdüyü üçün biz bunu götürə bilməliyik. 1-3. 55-ə gəlirik. Osmanlı dövlətinin ələ keçirdiyi ərazilərin xronoloji ardıcıllığı. Deməli, bu 1 Konstantinopoldur. Konstantinopol 1453-dədir. 2 Misirdir. Misir, deməli, 1517-18-ci illərdədir. 3 bu isə haradasa Tunis, Əlcəzair ərazisi, Afrikanın qərb əraziləri. Bu da
Hardasa 1520-ci illərdə, bax belə bu il 18-20-ci illərdə işğal olunub. Elə cavab 1-2-3-dür. Cavab elə 1-2-3-dür. 56. Osmanlı İmperiyasında durğunluq və geriləmənin daxili səbəbləri. Daxili, bax burada diqqət edin. Mərkəzi hakimiyyətin nüfuzdan düşməsi, bəli. Beynəlxalq ticarət yolları, bu beynəlxalq səbəbdir. Hərbi len sistemin tamamilə ləğv edilməsi, bu da səhv cavabdır. Çünki ləğv edilməmişdir. Elə ləğv edilməməsi Osmanlı İmperiyasında durğunluq və geriləməyə səbəb olurdu. Ordu quruculuğunun nöqsanlarının artması, bəli, 1 ilə 4 düzgün cavabdır. 57. Uyğunluğu müəyyən edin. Azərbaycan Xalq Cumhuriyyəti, Tiflis dövrü, Gəncə dövrü, Bakı dövrü. Aha, Azərbaycan dilinin dövlət dili elan edilməsi. Bu Gəncə dövründədir. Gəncə dövründə iyunun sonlarında. Bu gəldi bura. Azərbaycan parlamentinin yaradılması haqqında qanun qəbul olunması. Bu Bakı dövründədir, noyabr ayında 1918. Osmanlı dövlətinin AXC-nin dövlət müstəqilliyini tanıması. Bu Tiflis dövründədir. İyun ayı, iyun 4-ü. Kəndlərə pulsuz torpaq payının verilməsi. Belə bir şey heç vaxt olmadı Xalq Cumhuriyyətində. Konstitusiyada olmadı. Deməli 1C, 2A, 3B. Düzgün cavabımız budur. Keçdik növbətiyə. Situasiya suallarına keçirik. Situasiyada bizdə İngiltərə parlamenti Boston çay qonaqlığı adlanan hadisədən sonra Boston limanının ticarət fəaliyyətini dayandırdı. Dözülməz qanunlar adlanan sənəd İngiltərə parlamentində qəbul edildikdən sonra 1773-cü ildə 1773-cü ilin sentyabrında 13 koloniyadan 12-si 1-ci kontinental konqresdə toplandı və təcili şəkildə müharibəyə başlamağın zərurliyini vurğuladı. Deməli, 2 il sonra başlayan müharibənin əvvəlində döyüşlə koloniyalarda ruh yüksəkliyi yarandı. Saratogada baş verənlər isə İngiltərənin İngilis ordusu üçün əsl faciə idi. Müharibənin gedişində müstəqilliyini bir dəqiqə burada hə, səsə qoyun. Səsə qoymaq yadımdan çıxıb. Telefonu zəng edirlər. Aha. Hə. Saratogada baş verənlər isə İngilis ordusu üçün əsl faciə idi. Müharibənin gedişində müstəqilliyini elan etmiş dövlət Qərbi Avropanın aparıcı dövlətlərinin köməyi ilə ingilisləri müharibədə məğlub etdi. Aha. Söhbət burada ABŞ-dan gedir. Amerika İstiqlaliyyət müharibəsindən gedir. Mənbədə bəhs olunan müharibədə ingilislərə qarşı mübarizə aparan Qərbi Avropa dövlətlərindən ikisinin adını qeyd edin. Burada ikisi yox, hətta üçünü qeyd edə bilərik. Fransadır. Fransa konkret ordusu ilə, generalları ilə kömək elədi. Bundan əlavə İspaniya və Hollandiyada ABŞ-a kömək elədilər. İspaniya, Hollandiya, Fransa. Bu üçünü qeyd edə bilərik. Amma siz ikisini qeyd eləsəz kifayət idi. Mənbədə bəhs edilən müharibədə İngiltərənin məğlub olmasının mənbədə göstərilməyən iki səbəbi. İngiltərənin məğlub olmasının səbəblərindən biz burada, məsələn, burada göstərilən səbəblərindən əhalinin ruh yüksəkliyi göstərilmişdi. Biz burada onu deyə bilərik, məsələn, partisan taktikası, çünki burada partisan taktikasını qeyd eləməyiblər. Partisan taktikasını qeyd edə bilərik. Daha sonra partisan taktikasından əlavə biz qeyd edə bilərik ki, İngiltərədən uzaqda yerləşirdi və İngiltərə ordusunun təchizatı çətinləşirdi və İngiltərənin özündə etirazlar vardı. Əlavə variantları da siz həmişəki kimi deməli bu kommentlər hissəsində yazın. Mən özüm baxıb onun doğru və ya yanlış olduğunu deyəcəm. Haqqında bəhs olunan müharibənin gedişində müstəqilliyini elan etmiş dövlətin qalib gəlməsinin iki nəticəsini qeyd edin. Söhbət ABŞ-dan gedir. ABC-ın qalib gəlməsi nəticəsində dünyada ilk demokratik respublika quruldu və ABŞ-ın əraziləri genişləndi. ABŞ iqtisadi cəhətdən xeyli inkişaf elədi. Dünyanın güclü dövlətlərindən birinə çevrildi. Bax, bunları yaza bilərdiniz. Sizinlə Samir Bəşirli idi. Bir daha, əgər belə videoların davamının gəlməyini istəyirsinizsə, kanala abunə olun, like düyməsini sıxın. Hər birinizə də uğurlar arzulayıram. Sağ olun. Nəticələrinizi də neçə düz qalıbsa, onu da komment bölməsində yazmağı unutmayın.